Sizcə tənginəfəslik hər zaman ağciyər xəstəliyi ilə əlaqədardır? Bəzən problem ürəkdən ağciyərə gedən damarlarda olur və bu səssizcə öldürə bilər. Gənc bir insan düşünün, pilləkən qalxanda tənginəfəs olur. Amma bunu sadəcə zəifliklə əlaqələndirir. Əslində isə onda pulmonar hipertenziya inkişaf edir. Pulmonar hipertenziya ağciyər arteriyasında təzyiqin yüksəlməsidir və buna görə də ürəyimizin sağ hissəsi daha çox işləməyə məcbur olur və buna görə də zamanla zəifləyir. Tənginəfəslik, nəfəs darlığı, tez yorulma və bəzən isə bayılma. Əgər bunları hiss edirsinizsə, bunu sadəcə yorğunluq kimi dəyərləndirməyin. Pulmonar hipertenziyanın ən böyük problemi odur ki, diaqnoz gec qoyulur və gecikən diaqnoz daha çox ölümə aparır. 5 may pulmonar hipertenziya fərqindəlik günüdür. Nəfəsinizə diqqət edin, çünki bəzən ən səssiz simptomlar ən ciddi xəstəliyin əlaməti olur.